Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Bəyli, Azərbaycan Milli Elmlər Akademiyasının rəiset heyətinin üzvləri, elmi müəssisə və təşkilatlarının rəhbərləri, nümayəndələri və gənc alimləri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarı üzərinə tərgül dəstələri qoyub, ümumilli liderin unudulmaz xatirəsinə bəslədikləri dərin ehtiramı ifadə ediblər. Ulu Öndərin ömür gün yoldaşı, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəkləri düzülüb. Leyla Naymi qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.